Kimsən deyilən öyrədir orada, ara-buranlıq eləyirlər. Mən valla burada pis vəziyyətdəyim. Sən o gün də dedim, Esi. O gün də dedim, səndən heç vaxtdan mən danışamıram, başım problemlərin içindədir. Buranın andası göydə Allah yerdə səndən başqa mənim heç kəsim yoxdur. O nə səs təqatımızdan mənə. Nə olar, heç olmasa sən üstümə gəlmək, Esi, qurban olum sənə. Başına görə sənin, nə olar. Nə olar, qurban olaram, aşağınız xeyir. Nə olar, Esi, bir dənə sən üstümə gəlmə, nə olar. Sən at verirəm Allah, mən bizdə. Nə deyəcəm, qulaq açıram ona. Ürək öpücük atmısan, neynəmsən, səs atmısan mənə bəyəqlər. İndi görmüşəm mən onları. Quran haqqı mənim sizdən başqa heç kəsim yoxdur. Bu canlıdakilərin axşamı xeyir olsun. Amma mən Allah andasın ki, çox pis vəziyyətdəyim, çox pisəm. Nə olur, qurban olaram. Yenə nə oldu? Sən mənə deyəndə mən sənin sözü eşitmədim, peşmanam indi. Çox peşmanam. Sən dediyin adamlar məni yıxdı, sürüdü. Peşmanam, sənin canlında bunu deyirəm, bacı. Nə olar, indi o sözləri, o kiminsə sözü ilə sən orada deyirlər, xəbər gətirirlər, bilirəm, sən el adam dəysən, o xəbərləri... Mən sənə vaxt deyirdim ki, eləmə, o heç kəsə inanma deyirdim axı, bu TikTokda heç kəsin evinə getmə, inanma deyirdim axı sənə. Bilirəm, sən dediyin adamlar mənə şəhər böyüklərini atdılar, olmayan şeyləri mənə yazdılar. Mən elə bir yolun yolcusu olmamışam, Allah şahidimdir, burada hamı da eşitsin, sənin canlıdakılar, yaxşı insanlar eşitsinlər. Hamısı eşitsinlər, bazı qurban sənə. Mən sənin ailəndən başqa, mən heç kiminlə nə danışmıram, nə əlaqəyə girmirəm. Görürsən, mən gələndə də dedim, gəlirəm sənin yana, bazı deyib sənin qapını döyürəm, heç kimə getmirəm. Axşamız xeyir Esmir xanım, necəsiz? Mən səsi gün deyəm, bazı qurban, sənin ilə yan qurban olum, nə desən mənə qəbuldur, mən Allah haqqı heç kiminlə əlaqədə deyiləm. Nə Ceylan xala? Başına dönərəm, ay Esi. Nə Ceylan xala? Sağ ol. Necəsən? Sağ ol, Allah köməyiniz olsun. Sənə bir söz deyim, mən sizdən qat-qat balacayam. Yadınıza gəlir, bir dəfə də bu Esmir xanımın canlısında sizinlə mənim sözüm də düz gəlmədi. Sizin evuzu, sənin bala evini, bax, o bu dağıtdı, bax, ortalıqda gəzənlər. Bilirəm, səndən bir xahiş edeyim də, bir qızın kimi, bir bacım kimi, o Aygündən möhkəm yapış. Onun da sahibi yoxdur. Sən ona ana ol, o da sənə bala olsun. Valla mən Aygünə həmişə yanında olmuşam. Aygün məni istəmirdi əvvəllər. Neysə, oldu, Ceylan xala, ağlama. Oldu, keçdi, keçən keçmişdə qaldı. Sən ondan möhkəm yapış, o da səndən. Elə bir qızın yox, 2 qızın var. Hamının evində söz olur. Anlaşıldı. Valla mən pis vəziyyətdəyəm. Ağlama. Çox güzel. Anlaşıldı, Aybacı, elə şeylər. Ağlama. Mən Esi'dən bazımda var, həmcə tanrıda da demişəm, həmcə demişəm. Mənim Esi'dən başqa heç bir kariyerim yoxdur. Bir dərdim olanda qaçıram Esi'yə tərəf, deyirəm ona. Mən bütün mənim nəyim varsa mən Esi bilir. Mənim dərdimi də, mənim sözümü də, söhbətimi də, hamısını Esi bilir. Mənim orada başqa heç kəsim yoxdur. Kim onu öyrənirsə Allah onun bəlasını versin. Deməsinlər nəysə, yalandan da orada arada söz gəzdirənlər var. Mən deyirəm, o yaxşı insanlardan qıraq yerə. Mən heç vaxtından Esini, heç vaxtından nə desə, nə deyirsə mən qəbul eləmişəm. Öz aramızda həmişə də balalarım da deyir ki, ana bacısız, özünüz biləsiniz. Barnabat da indi hissənir, ana özünüz biləsiniz. Valla Esi xalım bizə yaxın olurdu. Mən balalarım da onu çox istəyir, Aygün də onu çox istəyir, Buran haqqı. Ortalıqda söz gəzdirirlər, söhbət gəzdirirlər. Sən gələk başıma dönüm, qurban olum sənə. Sən gələk, əvvəldən çıxıb gələrdin o Səbrabada. O Aygünü də elə götürüb gələrdin. Sən valla nə evdarlardı, nəsə söhbət olardı Ceylan xala. Mənim burada şəraitim var, Aygünü gətirmişəm, eşidirsiniz məni. İndi Aygün qala bilmir burada. Burada çox çətindir, yaşamaq çətindir. Qala bilmir, ay Ceylan xala. Ceylan xala, qala bilmir. Əmələ gəlmiş deyil. Yox, qala bilmir. Esmir xanım, gəlsinlər şəhərə. Bir ev tapsınlar, nədir qız, Aygün iş tapsın, ana bala əl-ala verib otursunlar. Neynəsin, indi başa düşürəm ki, kət yeridir. Əmələ gələn iş deyil də, deyirik əmələ gələn iş deyil. Nəsə bilirik ki, deyirik də əmələ gələn iş deyil. Mənim heç şeyim yoxdur, adicə televizorum yoxdur, şəraitim yoxdur. Çox çətinlik çəkirəm burada. Bu dəqiqə soyuqda bəyəklə paltar yuyurdum tövdə. Paltar yuyuram əlimdə, qızlama su daşıyıb, mən də paltar yuymuşam. İndi də girmişəm içəri. Allah'ım olsun, mən çox çətin vəziyyətdə yaşayıram. Allah heç bir ananın əziyyətini itirməsin. Valla. Ben çok güzel Allah'ım olsun. Yani girdim Ceysine deyince bazı kurban. Kiminse sözüne bakma ne olur kurban olun. Allah senin o balaları hoşbast eylesin. Amin. Amin. Ağlama, ağlama. Nərgizim də, Nigarım da mənim canım ciyərimdir. Esi mənim bacımdır. Esi mənə çox dedi, mən indi onun ziyanını çəkirəm, eşitmədim. Burada mən etiraf eləyirəm, boynumu alıram, səhvlərimi deyirəm ki, yəni Esi mənə çox dedi, falan kəsdən uzaq dur. Mən elə bir dedim ki, çağırır qoy gedim, eyb yoxdur, belədir, atqaz eləmədim də, üzümdən gəlmədi düzün. Dəvət elədilər, getdim. Amma onlar mənə şər böyükdən atdı, həmən adam mənə şəbədə qoşdu. Mən elə birisi deyiləm. Mən 11 il mənim qızım gəldi, mənim yanımda oturdu. Bu qəsəbə Allah şahididir. Gələndən də bütün qonum qonşu tökülüb, gəliblər, görüşürlər, hamısı təskinlik verir mənə. Ürək dirək verir mənə, sağ olsunlar, Allah razı olsun, hamızdan da mənim qonşularım da Allah var eləsin, hamızın Allah balalarını saxlasın. Mən Allah haqqı balalarını necə saxlamışam, onun qonşularım bilir, Bakıda da olmuşam, Bakılı qonşularım var, bu dəqiqə əlaqə deyil onlarla, bu dəqiqə zəng eləyirlər, danışırlar mənə, pis olublar onlar da başıma gələnlərdən. Mən heç kimdən pis olmamışam, qonşular əsas adamın qonşusu tanıyar adamı, deyir, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Mənim qonşularım bilir ki, mən nə əziyyətinə balalarımı saxlamışam, böyütmüşəm, amma mən bu yaşımda qalmışam belə, çox pisəm mən. Çok güzel. Bütün dünyayla bu çok azmışam. Valideynin əziyyətini itirməsin.
Allah heç bir valideynin Benim balamın başına evlat ne çıxartmasın. gelir? Bu ne kadar derdin için diye gözüme yuku geldi. Boğazımdan çörek gelir. Su nedir ben saat sayladı onu bana zorunda. Ceyran xala, mən sənə bir söz deyim. And olsun bir Allaha, sən bax beləsi hamımızın evladı var ha. İndi sən nə bilirsən mənim evimdə nə problemdir. Məsələn, mən nə bilirəm sənin evində. Amma mən sənə bir söz deyim. Valla evlad da öz üçündür. Üzülmə. Əgər səni düşünməyən evladı sən dünəndən düşünmə. Ceyran xala. Benim balam elə olmayıbdı. Yani o meseleye toxunmaya qurban olum. Ben esiye göre girdim buraya. Yani esime deyince esi. Yox, ağlama da, sən ağlayırsan. Adamın vicdanı gəldi. Sən çox deyir, Ceyran bacım. Ben onun esinin sözüne bakmadım. Mən şəxsən inanmıram ki, nə bileyim, getmirsən caduzat eləmişsən. Mən inanmıram belə Yok şeylərə. Esra. Ağlama belə ağlayır, ağlama. Ben dünen de sana dedim ki biraz başım karıştı. Başım aydın. Özüm sen Mən Esra xanım o canlıya mən də baxmışdım. O mənim qabağıma çıxmışdı. O canlıya mən də, o qadın buna nə iftiralar. Ona görə də Esra xanım, mən sizə, mənim 47 yaşım var. Allah cəm ölənlərə rəhmət eləsin. Allah rəhmət Sizlə eləsin. Fahəm, mənim anamın bir sözü mənə sırğadı bu qulağımda. Mənə deyirdi, qızım, həyatda rəfiqə yoxdur. Əgər rəfiqən varsa, ya səni yoldan çıxardacaq, ya da səndən istifadə eləyəcək. Mən həyatı boyu yoldaşlıq eləyərəm, bir bacı kimi, amma durum, rəfiqəlik eləyim, kiminsə sözü ilə, yox, eləmərəm həyatı boyu. Mən gəldim gələndə, Səbrabaddandır mənim gəldim, Ceyran xala. Mənim oğlum o qızı qaçırdanda, o qonşu mənə dedi ki, qaytarın o, qapısını tanıyırsan, getmirsən o qapıya. Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sen Verilişinin iştirakçısı Ceyran xanım canlı yayımda İsmira xanıma öz ürək sözlərini deyib. O çox pis vəziyyətdə olduğunu və TikTokda tanıdığı bir çox şəxslər tərəfindən şərə məruz qaldığını bildirib. Həmin anları sizlərə təqdim edirik.